Bismillahirrahmanirrahim. Salam değerli Müslümanlar. Bir daha sizi Ramazan ayına həsr olunmuş Quran ayı söhbətlərində xoş gördük. Bugün biz Ərəf surəsinin 26-cı ayəsi ətrafında danışacağıq. Ya bəni Adəmə qad ənzəlnə aleykum libasən yuvari səvatikum və rişə. Ey Adəm övladları, biz sizə həm eyb yerlərinizi örtmək üçün, həm də sizə zinət olsun deyə, yaraşıq olsun deyə libas göndərdik. Və libasut taqva zəlikə xeyr. Amma ən yaxşı örtük təqva örtüyüdür. Zəlikə min ayətilləhi ləalləhum yəzzəkkərun. Bu, Allahın nişanələrindəndir, ayələrindəndir. Bəlkə onlar xatırlayarlar, bəlkə onlar başa düşərlər. Allah Teala bu ayədə insanlara müraciət edərək deyir ki, sizin zahiri eyblərinizi, ayıb yerlərinizi örtən bu libas həm sizin üçün zinətdir, yaraşıqdır, həm də eyblərinizi örtür. Amma bir libas var, o daha önəmlidir. O örtük daha vacibdir. O da mənəvi örtüydür, həya libasıdır, ismət pərdəsidir. Zahiri örtük lazımdır, mühümdür. Amma əgər batini örtük olmazsa, insanın mənəvi o dünyasını örtən, onun mənəviyyatına nəzarət eləyən o həya pərdəsi, ismət libası olmazsa, insan zahirən də çılpaqlaşar. Onun zahiri də dəyişər. Ona görə əleyhissalam Kumel duasında buyurur, Allahümmə əğfir liyyəz-zunubəlləti təhlikul əsam. Allahım, mənim həya pərdələrimi yırtacaq günahlarımı bağışla. O mühümdür. İnsanın həyası əlindən alınandan sonra hər şey əlindən almaq mümkündür. O insanın əlindən hər şey gələr. Ona görə də Peyğəmbərimiz buyurur, La dinə limən la həya ələh. Həyası olmayanın dini olmaz. Niyə? Çünki əgər bir insanın həyası varsa, dini yoxdursa, onu dinə qaytarmaq, dəyərlərlə tanış etmək, onun dəyərlərə qayıdışı mümkündür. Çünki həyası var, isməti var, abrı var. Amma yox əgər insan həyasını, ismətini, abrını itiribsə, o insanı dəyərlərə qaytarmaq, o insanı oyatmaq mümkün deyildir. Ona görə Peyğəmbərimiz buyurur, Lə dinə limən lə həya ələ. Həyası olmayanın dini olmaz. Alimlərimiz buyurur, şeytan insanı dinsiz edəndən sonra da əl çəkmir. İnsanı həyasız edəndən sonra əl çəkir. Çünki bilir bu insandan artıq heç nə çıxmaz. Ayədə Allah Teala buyurur, ey Adəm övladları, sizin üçün biz libas göndərdik. Ayıb yerlərinizi örtmək üçün. Və həmçinin sizə zinətdir, yaraşıq verir. Amma bunu bilin ki, və libasut taqva zəlikə xeyr. Ən üstün isə təqva libasıdır. Niyə Allah deyir, təqva libası daha üstündür? Bu libaslara ehtiyac yoxdur. Yox. Şəriətin qanunları var, Allahın əmrləri var. İnsan gərək zahirən bürünə, bunu hamı bilinir, bunu hamı bilir. Amma niyə deyir daha üstündür, təqva libası daha üstündür? Ona görə ki, təqva olmayandan sonra, insan həyasını əldən verəndən sonra artıq onun zahiri də dəyişəcək. Siz bugün dünyaya bir nəzər salın, görün, insanlar hansı vəziyyətə özünü salıblar. Əgər bir insan öz dəyərini, əsl dəyərini, əsr yaraşığını, öz zahiri görkəmini bilirsə, əlbəttə o insanlara xoş gəlsin deyə, insanların diqqətini özünə cəlb etsin deyə, onların istədiyi kimi geyinəcək.
Çünki o elə bilir ki, onun əsl dəyəri, onun əsl yaraşığı onun zahiri görkəmidir. Zahiri görkəm, bütün bu geyimlər, bunlar hamısı yaraşıqdır, amma əsl yaraşıq deyil. Allah Teala buyurur: "Velakinnallah habbebe ileykumul iman ve zeyyenehu fi kulubikum." Allah buyurur: "Mən sizə imanı məhbub etmişəm və iman sizin əsl yaraşığınızdır." Əsl yaraşıq insanın mənəviyyatıdır, əxlaqıdır, elmidir, ədəbidir, həyasıdır, ərkanıdır. Amma onun zahiri görkəmi də yaraşıqdır. Bu ayədə Allah buyurur. Deyir ki, bu libas sənə yaraşıq verər. Amma bu əsl yaraşıq deyil. Əsl yaraşıq hansıdır? Və libasu taqva. Həya libasıdır. Təqva libası. Zəlikə xeyr. Ən üstündür. Bütün insanlar da bunu belə qəbul edirsə, dindar olsunsa, qeyri-dindar olsun. Əgər bir insan yaraşıqlı geyinibsə, onun savadı yoxdursa, onun ədəbi ərkanı yoxdursa, insaniyyəti yoxdursa, ondan insanlar qaçar. İnsanlar onu sevməzlər, xoşlamazlar. Amma bir insanın zahiri görkəmi o qədər də gözəl olmaya. Məsələn, Uveys Qarani kimi, ya tarixdə yazırlar Loğman kimi, qara dərili bir insandır. Çox da zahiri bir görkəmi olmayıb. Amma Peyğəmbər Uveys Qaranini nə qədər istəyirdi? Deyirdi, çox istəyirəm onunla görüşüm. Peyğəmbər deyirdi. Amma çox da zahirən yaraşıqlı bir insan olmayıb. Zahiri yaraşıq yaxşıdır. Əsl yaraşıq isə, əsl zinət isə insanın batini dəyərləridir, insanın mənəviyyatıdır. Ona görə Allah Teala burada buyurur, ayədə buyurur, bunlar sizin zahiri eyblərinizi örtür, sizə yaraşıq verir, yəni zahiri libasınız. Amma ən üstün sizin mənəvi libasınızdır. Peyğəmbərimiz buyurur, Əl-İslamu uryanun fəlibasuhul həya. İslam həya olmadan üryandır. Yəni bir müsəlman həyasını itiribsə, əslində o lütdür, üryandır. Sonra buyurur, və zinəthul vəqar. Müsəlmanın yaraşığı onun vüqarıdır. Vüqar zahiri aramlığa deyilir, səkinə isə daxili aramlığa. Daxili xatircəmliyə. Yəni, daxilən insan görsən, aramdır, rahatdır. Buna səkinə deyirlər. Allah möminlərə səkinə də nazil edir. Təskinlik bizdə işlənir. Təskinlik adətən hər hansı bir bəla, müsibət gələndə deyirlər filan kəsə təskinlik vermək lazım, təskinlik tapsın. Yox, səkinə isə fərq etmir. Səkinə bütün hallarda əsl mömində, həqiqi mömində olar. Vüqar isə zahiri aramlıqdır. Əgər daxilən bir aramdırsa, rahatdırsa, onun zahirindən də o bəlli olar. Deyir, müsəlmanın zinəti, yaraşığı onun o səkinəsidir, onun vüqarıdır. Sonra buyurur, və muruvvətuhu əl-əməlus salih. Möminin, müsəlmanın cəmiyyətdəki mürüvvətli insandır. Onun xeyrxah olmasıdır. İnsanlara əl tutması ilə bilinər. Sonra buyurur Peyğəmbərimiz, və imaduhul vara. Müsəlmanın sütunu onun təqvasıdır. Görün, Peyğəmbərimiz buyurur hədisin əvvəlində, həya olmadan əslində insan Allah dərgahında cəmiyyət arasında üryandır. Necə bir üryan insanın, çılpaq insanın abrı cəmiyyətdə gedər, həyası olmayan insanda zaman-zaman öz həyasını, öz abrını, öz o cəmiyyət arasında olan hörmətini itirəcəkdir. Və onun çılpaq olduğu, heç nəyə sahib olmadığı və cəmiyyət üçün gizli qalan o eyblərin üstü büsbütün açılacaqdır. O da Allah Teala buyurur ki, ey Adəmin övladları, biz sizə libas göndərmişik, eyblərinizi örtmək üçün, həm də bu libaslar sizin üçün zinətdir, amma ən üstün zinət təqva zinətidir, təqva libasıdır. Allah bizi bu mübarək ayda təqvalı, Allahın əmrlərinə əməl eləyən, onun yaxşı bəndələrindən olan möminlərdən, müsəlmanlardan eyləsin. Vəssalamu aleykum
və rəhmətullahi və barakatuhu.